Salam, hər vaxtınız xeyir olsun. Bugün qısa bir videola qarşınızdayım. Bugün kurabiyə hazırladım. Hazırlayarkən sizinlə də bölüşmək istədim. Bunun üçün 1 ədəd yumurta, 1 ədəd yumurtanın ağını əlavə edirəm, sarısını üzəri üçün saxladım. Üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edib qarışdırıram. Sonra üzərinə 1 stəkan duru yağ, 1 stəkan qatıq əlavə edib çırpıcı ilə qarışdırıram. Qarışdırdıqdan sonra çay qaşığının uc hissəsində soda, 1 paçka qabartma tozu və ümumilikdə 5 stəkan un əlavə etdim. Unu ilk öncə, yəni ilk başda az-az əlavə edib belə qarışdıraraq kurabiyənin xəmirini hazırlamağa başladım. Kurabiyənin xəmirini hazırlayarkən üzərinə 1 ədəd limonun qabıq hissəsini belə rəndələyib içərisinə əlavə edirəm. Unumuzun qalanını da hissə-hissə əlavə edərək xəmir formasına, yəni xəmir halına gətirirəm. Ümumilikdə qeyd etdiyim kimi 5 stəkan un əlavə etdim. Xəmir halına gətirdikdən sonra belə balaca-balaca, yəni xırda kurabiyələr hazırlamağa başlayıram. Saxladığım 1 ədəd yumurta sarısını kurabiyələri hazırladıqdan sonra üzərinə çəkirəm və sonda üzərinə belə görüntü üçün doğranmış fındıq əlavə edirəm mən. Doğranmış qoz, badam və yaxud da şəkər tozundan da istifadə etmək olar. Görüntüsü üçün mən əlavə etdim. Belə kurabiyələrimizi hazırladıq, sonra qoydum bişməyə. Əvvəlcədən isitdiyim 200 dərəcəli sobada altı üstü qızarana qədər təxmini yarım saat bişirirəm və kurabiyələrimiz artıq hazırdır. Həm doyumlu, həm ləzzətli. Həqiqətən çox ləzzətli kurabiyələr alınmışdı. Hazırlayan hər kəsə nuş olsun. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.